Ben möcüz barəsində 7 dənə kitab yazmışam. Birinə ki imkan olmadı. Ne öz adımı yazam, ne de mesela o cəmavəri eləyənin adını yazam. Bəli. Yox, 7 dənə kitab möcüz barəsində də. İndiyə qədər mən 19 kitabım çap olubdu. Bəli. 20-ci kitabım mesela Pənc Mehvəri Zindəgi adındadır. Henüz çap olmayıb. Bəli. Amma vermişəm tayp eləsin. O kitaplar içi çap olubla, Bəli. Umdətən Mucizin mordundadırlar da. Yox, uşaqlar içində var, Azərbaycan barəsində var, bayatlıda var. Mütəfərriqə Azərbaycan barəsindədir Bəli. çoxu. در həqiqət demək olar ki, o kitabı ki Təbrizdə aldınız, Mucizin divanı aldınız. Bəli. O nöqteyi şuruğu sizin Bəli, təcrübələriniz o oldu. vaxta qədər mən Ayrı əsəratınızda bər əsası o kitabdır ki, almısınız, başlamısınız Bəli, təhqiq bəli, eləməyə. bəli. Bəli. Əziz xidmətsə Ustad Niqabi, biz əgər istəyək möcüzi müxtəsər mərif eləyək və surət xülasə, nə cür möcüzi tanıya bilirik və möcüzin şeirlərin vicəgisi nə mənə idi ki, ədəbiyyatımızda münhəsir bir fərd olubdur. Hətta əqəl ədəbiyyat məntəqəyi Güneydə münhəsir bir fərd olubdur. Mirzəli Möcüz çox böyük bir şəxsiyyətdir, ancaq tanınmamış qumnam. Necə ki, müəddəbin kürəkəni və istilah müəddəb bir miqdar möcüzün şeirlərini verir Əliyə, Nəxçıvaniyə, yaparsın, kitab eləsin, bir nüsxə buna versin, bir nüsxə özündə qalsın. Bu biləxərə yubanır filan elir, bu 2 dəfə, 3 dənə namə yazır. Bəli. 1, 2, mülayim yazır, üçüncüsündə biraz Sondu yazır. tünd yazır ki, o Bəli. xəta yazım eləmədir ki, gəl. O bu yazır, bu cür yazır ki, dostların söhbətlər nə qədər tünd olsa, Bəli. eybi yoxdur. Canı dilinə mən qəbulluyumdur. Bəli. Bəli, möcüz-i qumnamın şeiri elə bir şey deyil ki, mən məsələn onu istilah pul qazanmaq üçün nəzərə tutam. Bəli. Çünki qumdan biraz, vağan nə? Bəli. Möcüz qumdan, möcüz ölənə qədər möcüzün heç bir əsəri burada çap olmayıbdır. Bəli. Fəqət 2 dənə şeiri Vətən yolunda ki, Milli Hükümət zamanında çap olubdur. Bəli. O da naqis. Birinin adını qoyubdur taza şair, birinə də heç ad yazmıyor. Bəli. Möcüz qumdan bir şairidir. Vəli bunun tənz şeirləri vağən o zamanki xalq bunu başa düşmürdü. Başa düşmürdü. O yəni öz yaşadığı əsrdən 100 il qabaqda danışıb. Danışıb. 100 il qabaqda danışıb. Bəli. Bu cürlüklə o bətər şeirlər deyibdi möcüz barəsində. Hənuzdur, yenə möcüz tanınmıyor. Möcüz fəqət o zaman, yəni öz zamanında bir Nəxçıvanilər tanırdı bunu. Çünki bir miqdar pul gətirmişdi, bir miqdarını vermişdi, Məhəmməd Nəxçıvani saxlamışdı, onu imrar maaş eləsin. Bir miqdarda öz əlində idi Təbrizdə. Bunlar müstənəddirlər. Bəli. Sənədinə mən danışıram. Bəli. Mən heç vaxt rivayət olanda deyim, rivayət məsələn xanım rivayət edir. Bəli. Yox, işlədirdi. Hətta bir nəfər bunun pulunu alıb məsələn vermək istəmir, ona biraz tünd yazıbdı ki, mən elə bir şeir yazaram ki, evladın utanar. Bəli. Sənin məlumdur ki, tələbi var. Çünki Bəli. möcüz kasıb bir adamdır, bir şey yoxdur. Bəli. İstanbulda nə mənə yatmış, saxlamışdı. Bu o zaman üçün bah bilən yoxdur bu cür şeylər. Bəli. Ondan sonra elə bir tanınmış adam dərdi. Bir də İstanbulda bunun konu dostları vardı mənəndə məsələn. Bu adları yadımda deyil. Bəli. Onlarla məsələn mükatebəsi vardı. Onlar mənə kada göndərdilər, kağız göndərdilər. Bəli. Yazı yazmaq üçün. Bəli.